Xoş gördük bir də hörmətli izləyicilər. Bugünkü videomuzda biz sizə Azərbaycanın ən qədim quldar dövləti olan Manna və eradan əvvəl 4-cü əsrin sonları meydana gəlmiş Atropatena və Albaniya dövlətləri haqqında məlumat verəcəyik. Çox uzatmadan keçək izaha. Deməli, gördüyünüz yazı lövhəsində bütöv Azərbaycan xəritəsini görürsünüz. Araz çayı Azərbaycanın şərti olaraq şimala və cənuba ayırır. Azərbaycanın tarixində ilk dövlətimiz və yaxud ilk quldar dövlətimiz Mannadır. Manna zaman baxımından eradan əvvəl 9-cu əsr və eradan 590-cı illərə mövcud olmuşdur. Yəni eradan əvvəl 1-ci minilliyin birinci yarısında və yaxud əsrlə qeyd etsək, eradan əvvəl 9-cu və 6-cı əsrlərdə mövcud olmuşdur. Bu dövlət paytaxtı Urmiya gölünün cənub-şərqində yerləşən və hökmdar şəhəri adlanan İzurtu şəhəri olmuşdur. Və əsasən mübarizə apardığı dövlətlər 9-8-ci əsrlərdə Urartu, 9-7-ci əsrlərdə Assur, 7-ci əsrdə Babil və 6-cı əsrdə də 7-6-cı əsrlərdə də eradan əvvəl Midiya dövlətləri olmuş. Müttəfiqlərinə gəldikdə isə Urmiya gölünün şimal-qərbində Urartu ilə Manna arasında olan İskit padşahı ilə müttəfiq olub, bir də Assuriya ilə müttəfiqlik münasibətləri saxlamışdır. Eradan əvvəl 590-cı ildə Midiya Mannanın varlığına son qoymuşdur. Bununla da bir müddət dövlətçiliyimiz süquta uğramışdır. Eradan əvvəl 550-ci ildə Midiya dövləti süquta uğradılandan sonra Azərbaycanın cənubu tamamilə şimal isə nominal olaraq Əhəmənilərin hakimiyyətinə keçmişdir. Eradan əvvəl 330-cu ildə isə Əhəməni imperiyası qərbdən gələn Makedoniya hökmdarı İskəndər tərəfindən süquta uğradılmış. Azərbaycan cənubu tamamilə Makedoniya imperiyasının tərkibinə qatılması haqqında məlumatlar olsa da, amma şimal haqqında dolğun məlumat verilməmişdir. Eradan əvvəl, yəni 323-cü ildə İskəndər imperiyası parçalandı və bu imperiyanın parçalanması nəticəsində cənubda Azərbaycanın Atropatena dövləti zaman baxımından eradan əvvəl 321 və bizim eradan 20-ci illərdə mövcud olmuşdur. Şimalında isə Makedoniya imperiyası parçalanması nəticəsində deyil. Çünki şimalın o imperiyanın tərkibində olması haqqında bir real fakt yoxdur. Amma qonşu dövlətlərdə, ərazilərdə müstəqil dövlətlərin yaranması təsir etdi ki, Azərbaycanın şimalında ilk dövlətimiz olan Albaniya dövləti də mövcud oldu. Atropatena mövcudu tarixi eradan əvvəl dedik ki, 321, bizim eradan 20-ci ili. Albaniya mövcudluq tarixi isə eradan 4-cü əsrin sonu və bizim eradan 705-ci illərində mövcud olmuşdur. Bu iki mövzu bilirsiniz ki, həm MİQ və həm də DİM proqramlarında testlərə düşən əsas mövzulardandır. Məxsusca abituriyentlər bu mövzuların əsasən xəritəsinə diqqət yetirməlidir. Gördüyünüz Albaniyanın əhatə etdiyi sərhədlərdir. Albaniya cənubda Araz çayı və ya da Atropatena ilə, şimal-qərbdə İberiya ilə, Qafqaz sıra dağları ilə, şərqdə isə Xəzər dənizi ilə əhatə olunan bir əraziyə malikdir. Paytaxtı isə Qəbələ şəhəridir. Yəni qədim dövrdə Qəbələ olacaq, erkən orta əsrdə isə Bərdə olacaq. Biz hal-hazırda Albaniyanın qədim dövrü haqqında danışmağa çalışacağıq. Deməli, biz Qəbələni necə təyin edəcəyik xəritədə? Gördüyünüz bu Kür çayı ki, Türkiyə ərazisindən başlayır və Gürcüstana keçərək Azərbaycana daxil olur və Gəncə şəhərinin qarşısında Kür çayı nisbətən əyilərək aşağı doğru axmağa başlayır ki, əyilmənin düz qarşısında şərqə doğru xətt çəkdikdə məhz qədim Albaniyanın paytaxtı Qəbələni təyin edə bilərik. Atropatena gəldikdə isə Atropatenanın ərazisi şimalda Araz çayı və yaxud da indiki Azərbaycan Respublikasının bəzi cənub rayonlarına daxil olduğu şimal sərhəddindən cənubda isə məhz İran ərazisinə qədər uzanan bir coğrafi sərhədləri əhatə etmişdir. Onun da paytaxtı məhz Urmiya gölünün cənub-şərqində olan Qazaka şəhəridir. Həm siyasi mərkəzidir, həm də dini mərkəzidir Qəbələdən fərqli olaraq. Bu dövlətlərin əsas mübarizə apardığı dövlətlər, məsələn, Atropatena haqqında ilk öncə danışaq ki, Selevklərlə mübarizə aparmışdı. Eradan əvvəl 3-cü, 2-ci əsrlərdə, hətta 223-cü ildə Selevklərdən asala düşmüş və
eradan əvvəl 190-cı ildə Romanın Selevkləri məğlub etməsi nəticəsində məhz yenidən öz müstəqilliyini bərpa etmiş. Bizim eranın 20-ci ilində isə Parfiya tərəfindən dövlət müstəqilliyinə son qoyulmuşdur. Və mübarizə aparı dövlətlər Selevkilər, Roma və Parfiya dövlətləri olmuşdur. Albaniyaya gəldikdə isə dedik ki, onun əsas rəqibi Parfiya, birinci əsrdə Roma və bizim eran 1-ci, 3-cü əsrlərdə də Alan tayfaları olmuş və yaxud da bunlarla mübarizə aparmışdı. Alanların da əsas mübarizə və yaxud da hücum etdiyi məhz keçid məntəqələri Dərbənd keçidi, nisbətən də Dəryal, yəni Gürcüstanın içərilərindən şimaldan Azərbaycana doğru irəliləyən Dəryal keçidindən məhz keçərək mübarizə aparmışdılar. Biz bu dövlətlərin siyasi, iqtisadi və digər cəhətlərə toxunmaq istəmirik, çünki biz bu mövzular haqqında məlumat verərək geniş şəkildə YouTube kanalımıza yerləşdirmişik. Sadəcə imtahan qabağı biz bu ərazilərin coğrafi mövqeyini və mübarizə aparı dövlətləri xəritədə diqqətə çatdırmağa çalışdıq. Siz də kanalımıza abunə olmağı, bəyənib paylaşmağı unutmayın.